Salam, hər vaxtınız xeyir. Bugün ləzzətli marojna dadında piroq resepti paylaşacağım. Piroqun üst hissəsi vişnədən, yəni gilenardan hazırlanmışdır. İçərisi, orta hissəsi isə çox ləzzətli kremdir. Kremimiz marojna dadındadır. Gördüyünüz kimi bir kusokunda sizə göstərirəm. Keçirəm hazırlanma qaydasına. Əvvəlcə bu piroqun mən kremini hazırlayacağım. 3 yumurtaya 1 paket vanilin və 230 qram şəkər əlavə edirəm. Əvvəlcə qarışdırıram hamısını. Daha sonra 200 qram un əlavə edib tam un qarışana qədər qarışdırıram. Südün bir hissəsini əvvəlcə az bir hissəsini tökürəm ki, topa şəklində olmasın. Daha sonra 1 litr südü tamamilə hamısını əlavə edirəm. Ocaq üzərində bişirirəm və üzerini salafanla örtüb qoyuram soymağa. İndi isə 300 qram un götürmüşəm. 300 qram unun üzərinə 120 qram kərə yağını tyorkadan keçirirəm və umaç ovuram. Üzərinə 1 paket qabartma tozu, 3 yumurta və 4 xörək qaşığı da şəkər əlavə edib belə bir xəmir yoğururam. Sonra xəmiri salafanın üzərində daha asan olsun deyə qaba yerləşdirmək bu şəkildə yayıram. Yaydıqdan sonra qabın içərisinə yerləşdirirəm. Qabın içərisinə yerləşdirdikdən sonra kənarlarını əlim vasitəsilə hamarlayıram, düzəldirəm. Bu şəkildə gördüyünüz kimi xəmirə forma verdikdən sonra hər tərəfin çəngəl vasitəsilə deşləkləyirəm və sobaya qoyub 180 dərəcədə bişirirəm. Bişdikdən sonra qoyuram soymağa. Keçirəm indi isə ikinci kremi hazırlamağa. Mən yaydan dondurucuda saxladığım vişnəni götürmüşəm. Gördüyünüz kimi buz şəklindədir və vişnəni əridirəm əvvəlcə alçaq xodda. Daha sonra bura 4 dolu xörək qaşığı nişasta əlavə edib yaxşı-yaxşı qarışdırıram ki, topa şəklində olmasın. Siz bura 100 qram şəkər də əlavə edin. Mən əlavə etmədim çünki yayda mən dondurucuda saxlamamışdan qabaq vişnəyə əvvəlcədən mən şəkər əlavə etmişdim. Keçirəm indi isə kremimizin üzərinə kəsmikli pendir əlavə edirəm. Bu pendir çox yağlıdır, 70% yağı var. Ona görə də marojna dadı kimi olur dadı və kremin demək olar ki, çox bir hissəsini peçenyanın üzərinə əlavə edirəm, bol edirəm. Daha sonra hansı ki biraz soyutduğumuz, əvvəlcədən hazırladığımız birinci kremimiz olan, yəni vişnəni də bura əlavə edirik. Bunu yavaş şəkildə əlavə etmək lazımdır. Hamısını birdən tökmək olmaz. Çünki aşağıdakı, altdakı kremlə bir-birinə qarışar onda. Sadəcə yavaşca qaşıq vasitəsilə belə əlavə edirik. Gördüyünüz kimi burada istidir. Qoyuram soyuducuya, hardasa 2 saat, ən azı 2 saat qalır. 2 saatdan sonra soyuducudan götürüb bu şəkildə dilimləyib servis edə bilərsiniz. İnanın çox dadlı olur, möhtəşəm dada malikdir bu piroq. Mütləq hazırlayın. İzlədiyinizə görə təşəkkür edirəm.